Deməli uşaqlar, bu yarışmamızın biraz forması fərqlidir. Burada yoldaşlarımız deməli verilən suallara cavab biri o birisi verəcək. Yəni dayanan şagirdimiz oyunumuzu tərk edəcək. Bayatı bilirsiniz? Bəli. Hərəniz bir bayatı deyir. Hansınız dayandı o uduzur. Bir quş gəlir ağdaşdan, xəbər verir qardaşdan. Qardaş bazıdan doysa, bazı doymaz qardaşdan. Leyla. Birində də Leyla. Hər iki Leylamız ikizlərlə. Əzizinem gül dəstə, yanaq al dodaq püstə. Səhər axşam bilmirsən, durursan yolum üstə. Bayatılar necə olur Leyla? Sən də bayatılar haqqında biraz. Bayatlar 1, 2, 4. misralarda ibarət olur. 3-cü misralar fikirli olur. Sərbəst olur. 4-cü və 3 və 4 isə fikirli məna. Hər iki yoldaşımızı alqışlayırıq. Cəfərova Leyla bizim oyunumuza davam edir. Şirməmmədov Leyla yerində əyləşir. Hərəniz bir atalar sözü deyir. Kim dayandı oyunumuzu tərk edir. Anasına bax, qızına al. Halva halva deməklə ağız şirin olmaz. Tək əldən səs çıxmaz. Əldən qalan 50 il qalar. Tələsən təndirə düşər. Bugünkü işi sabaha qoyma. Yalancı evləndə heç kim oynanmaz. Dosta tən gərək, tan olmasa gen gərək. Dost dostun yanında olar. Dama dama göl olar. Məryəm özün. Dəniz. Yanındaydı. Dəniz. Məryəm. İşləməyən dişləməz. İşləməyən dişləməz. Hər iki yoldaşımızı alqışlayırıq. Dəniz oyunumuza davam edir. Yaxşı. Siz. Şifahi xalq ədəbiyyatının hansı növlərini tanıyırsınız? Dastanlar, nağıllar, bayatlar, oxşamalar. Sən hansı növlərin? Ən böyük növü hansıdır? Qolu hansıdır? Ən böyük qolu oxşamalar, bayatlar. Dastanlar. Dastanlar. Hər iki yoldaşımızı alqışlayırıq. Dəniz yerində əyləşir. Fatimə oyunumuza davam edir. Siz hərəniz bir bayatı deyin. Əzizinem diləncəz, bağda gülü diləncəz, qürbətdə xan olunca vətənində diləncəz. Mən deyə bilərəm. Buyur. Göylərdə ulduzlar var, ellisi var, yüzü var, içi könül bir olsa onun kimə sözü var. Hər iki yoldaşımızı alqışlayırıq. Mirəli bizimlə davam edir. Sinonimlər nə deyilər? Bir-birinin əksi. Sinonimlər nə deyilər? Deyilişi və yazılışı eyni olur, lakin müxtəlif. Hər iki yoldaşımızı alqışlayırıq. Hər ikisi yerində əyləşir. Sinonimlər nə deyilər? Deyilişi və yazılışı müxtəlif olur, lakin eyni məna bildirən sözlərə sinonimlər deyilir. Hərəniz bir sinonim deyirsiniz. Kim dayandı, o da oyunumuzu tərk edir. Başlayın. Mən birinci qoca yaşlı. Qoca gül çiçək. Gözəl görçək. Özün, Orxan. İsti qaynar. Hər iki yoldaşımızı alqışlayırıq. Elmir yerində əyləşir. Antonimlər nə deyilər? Mən dedim. Antonimlər bir-birinin əksi olan sözləri antonimlər deyilir. Hərəniz bir antonim deyir. Mən dolu, boş. Gözəl, çirkin. İsti, soyuq. Dolu, boş. Dolu boşu dedi də demədim. Mən dedim də dolu boş. Hər iki yoldaşımızı alqışlayırıq. İbrahim yerində əyləşir. Homonimlər nə deyilir? De. Deyilişi, yazılışı müxtəlif olur.
Mənaları fərqlidir. Mənos dediyi Qaydalasın deyə sonra izah elə də. Hər iki yoldaşımızı alqışlayaraq yerində əyləşir. Homonimlər nə deyirlər? İlki və ya eyni olur, lakin müxtəlif məna bildirən sözlərə homonimlər deyilir. Hər hansı bir homonim deyir. Hansız dayandı, dayandı. Mən deyə bilərəm çay. Çay. Mən formasını da deyə bilərəm mən. Deyir. Məsələn, mən bir var içdiyimiz çay, bir dənə də var mənim göl çayı. Kür çayı, Aras çayı. Şam ağacı, şam yeməyi bayramda yandırdığımız. Afərin sən. Mən deyə bilərəm. De. Qaz, mavi qaz, çöl quşu, ev quşu. Hər iki yoldaşımıza alqışlayırıq, Zəhra yerində əyləşir. Çox mənalı sözlərin homonimlərdən fərqi nədir? Çox mənalı sözlərdə bağlılıq olur, amma homonimlərdə olmur. Sonra bir fərqi nədir? Bir fərqi də nədir? Yaxşı, başqa sual. Baş, homonimdir, çox mənalı sözdür. Çox mənalı. Niyə çox mənalıdır? Niyə çox mənalıdır? Çünki məna bağlılığı olur. Onda Məna sözə bağlılığı. Məna bağlı olur. Məsələn, qol, məsələn, ağacın qolu, insanın qolu. Qol çox mənalıdır, homonimdir. Mənim homonim. Yox, çox mənalıdır. Çox mənalıdır, homonimdir qol. Mənim homonim. Hər iki yoldaşımızı alqışlayırıq, hər ikisi də yerində əyləşir. Qol sözü çox mənalıdır, homonimdir. Həm çox mənalıdır, həm də homonim. Həm çox mənalıdır Nuray, həm də homonimdir. Nə vaxt çox mənalı olar, həm nə vaxt homonim olar? Homonim olanda, məsələn, futbolçular qol vurdular. Çox mənalı söz olanda da çayın qolu. Deməli, futbolçular qol vurdular. Bir də var, imza atırıq o qol. O vaxt olur nətər homonim, amma o birsin halda ondan uyğun nümunədir. Çayın qolu dedin, axı ağacın qolu. Orada isə çox mənalıdır. Hər iki yoldaşımızı alqışlayırıq, Səma yerində əyləşir. Deməli, qol sözü yadınızdan çıxartmayın. Həm homonimdir, həm də çox mənalı sözdür. Homonim məna bağlılığı varsa bu çox mənalıdır. Yoxdursa homonimdir. Hansı bayramlarımızı tanıyırsınız? Novruz bayramı, Qurban bayramı, Dayan, indi sən say. 2 dənə o dedi, 2 dənə də səndə. Milli bayramlar. Milli bayramlar deyərkən bir dənə milli bayramımız var. Onu da İsmail dedi də. Milli bayramlar. Milli bayramımız Novruz bayramıdır, o da dedi. Sonra ikisini yenə sən say. Ramazan bayramı, Qurban bayramı. Mən demişdim. Hər üç yoldaşımızı alqışlayaraq Sənan yerində əyləşir. $20 yanvar nə günüdür? 20 yanvar ana dili günü. Yaxşı uşaqlar. Bilməzsən. Sizi unutmarıq, unutturmarıq. 20 yanvar nə günüdür? Hər üç yoldaşımızı alqışlayaraq yerində əyləşir. Müəllimə deyə bilərəm. Müəllimə, orada mənə Axırda düzəltdilər. Orada nədir? müəllimə qanlı faciə günüdür. Müəllimə qanları töküblər. Aferin. Uşağı öldürüblər. Hamilə qadınların qarnını uşaqlar Yox, o Xocalı faciəsi ilə eləmə, amma bu da elə. Yaxşı. 26 fevral nə günüdür? Mənə deyirsən yoxsa dənizə? Dənizə. 26 Məmməd. Məmməd. 26 fevral nə günüdür? Məmməd. Xocalı günü. Xocalı soyqırımı. Hər iki yoldaşımızı alqışlayaraq dəniz yerində əyləşir. Bunları bilmək uşaqlar olmaz, bilməmək. 31 mart nə günüdür? 31 mart soyqırım günü. Soyqırım günü. Yaxşı.
18 oktyabr nə günüdür? Nə günüdür? Heydər Əliyevin Məndən deyim. Gözü yadındaydı. Hər iki yoldaşımızı alqışlayırıq, yerində əyləşir. Müstəqil bərpası günü. Müstəqillimizin bərpası günü. 28 may nə günüdür? Respublika günü. 10 may nə günüdür? 10 may Heydər Əliyevin anım günü. 10 may o deyil. Məmmə Heydər Əliyevin Doğum günü. Hər iki yoldaşımızı alqışlayırıq, əziz yerində əyləşir. 10 mart nə günüdür? Teatr günü. Teatr günü. Bir də Üzeyir Hacıbəylinin doğum günü. Hər iki yoldaşımızı alqışlayırıq, Rıza bizimlə davam edir. Müəllimə, bir də Vüqar Mürsəlovun ad günüdür. Mənim 18 oktyabr isə musiqicinin də hətta orada Üzeyir Hacıbəylinin doğum günüdür. Mənim sentyabr. Yaxşı, tələsməyin. 18 sentyabr nə günüdür? Üzeyir Hacıbəylinin ad günüdür. Hətta musiqi günüdür. Hətta musiqi Afərin. 18 oktyabr nə günüdür? və müstəqillik bərpası günü. 28 may nə günüdür? Respublika 21 fevral nə günüdür? Ad günü. Beynəlxalq ana dili günü, tələsməyin. 15 sentyabr nə günüdür? Mənim uşaqlar biri Hər iki yoldaşımızı alqışlayırıq, Leyla bizimlə davam edir. Yaxşı. Belə. 9 may nə günüdür? Mənim Zəfər günü. May, 9 may. 9 may. Mənim faşizm üzrə qələbə günü. Hər iki yoldaşımızı alqışlayırıq, Rıza bizimlə davam edir. 9 noyabr nə günüdür? 9 noyabr. 8 noyabr nə günüdür? Zəfər günü. Zəfər günü. Yaxşı. Mənim bir də 9 Hə, noyabr var idi. yaxşı. 9 noyabr. Bayraq günü. Hər iki yoldaşımızı alqışlayırıq. Bu